ABŞ-nin Maliyyə naziri Scott Bessent idxal tariflərinin qarşılıqlı artırılması fonunda Birləşmiş Ştatlar və Çin arasında ticarət əlaqələrinin pozulacağını istisna etməyib. Scott Bessent bu barədə Bloomberg TV-yə müsahibəsində deyib. Nazir iki ölkə arasında razılaşmanın əldə edilə biləcəyini söyləsə də, Çinlə razılaşmanın digər ölkələrlə müqayisədə daha çətin olacağını vurğulayıb. Çin həm bizim ən böyük iqtisadi, həm də ən böyük hərbi rəqibimizdir. Pekin ötən həftə ABŞ-dan idxal olunan məhsullara əlavə rüsumlar tətbiq edildiyini açıqlayıb. Çinin Ticarət Nazirliyi ABŞ-nin Çin Xalq Respublikasına qarşı həddən artıq yüksək tariflərinin iqtisadiyyat üçün praktiki əhəmiyyət kəsb etməyən rəqəmlər oyununa çevrildiyini bildirib. Bir müddət öncə ABŞ prezidenti Donald Trump özünün sosial media hesabında heç kimin əsasən də Birləşmiş Ştatlara daha pis münasibət göstərən Çinin cəzasız qalmayacağını yazıb. Qeyd edək ki, hazırda Vaşinqtonun Çindən tədarik olunan məhsullara tətbiq etdiyi rüsumlar 145% təşkil edir.